xeyirli olsun uşaqlar. 7-ci sinif şagirdləri üçün 5.6 mövzusunun induksiya ilə elektriklənmə mövzusunun tapşırıqlarının izahına baxmış olacağıq. Amma dərsi keçid etməzdən qabaq hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Başlayalım birinci suala. Mənfi yüklü cisimləri əks tərəflərdən neytral A cisminə yaxınlaşdırsaq nə baş verər? Deməli, mənfi yüklü cisimləri əks tərəflərdən A cisminə yaxınlaşdırdıqda elektrik itələmə qüvvəsinin təsiri ilə A cismin sərbəst elektronları sağ və sol tərəfdən mərkəzə doğru hərəkət edəcək. Və beləliklə də A cisminin sağ və sol tərəflərində müsbət, mərkəzi isə mənfi yüklənəcək. Və o zaman yazarıq ki, demək ki, neytral A cisminin elektronlar axı mənfi yükü itələyəcək, ona görə mərkəzə doğru yığılacaq və sağ və sol tərəflərində isə müsbət yüklərin artıqlığı yaranacaq. Müsbət yüklərin artıqlığında, bax, bunlarda müsbət yüklənməni göstərmiş olacaq. İkinci suala baxaq. Şəkildə təsvir olunmuş çubuqlar elektrik qüvvəsi ilə bir-birinə təsir edir. İplə asılmış çubuqlardan hansı induksiya ilə yüklənmiş olar? Ümumiyyətlə biz bilirik ki, induksiya ilə yüklənmiş cisimlərin yükü həmişə əks işarəli olur. Ona görə də onlar arasında həmişə elektrik cazibə qüvvəsi mövcuddur. İndi elektrik cazibə qüvvəsi hansında var? A-da mı yoxsa B-də mi? Fikir versək, A-da bir-birindən itələnir. B-də isə bəli, bir-birini cəzb edir. Ona görə B cismini götürmüş olaraq ümumiyyətlə yadınızda saxlayın. İnduksiya ilə yüklənmədə hər zaman cazibə xarakterli qüvvələr iştirak edir. Sonra üçüncü suala baxaq. İpdən asılmış neytral çubuq şəkildə təsvir olunduğu kimi induksiya ilə elektriklənmişdir. Yaxşı, onların elektrik yükü niyə bərabərdir? Deməli, belə bir ipdən asılmış neytral metal çubuq təsvir olunub və bizdən soruşur ki, onun elektrik yükü niyə bərabərdir? İnduksiya ilə yüklənmiş cismin elektronlarının ümumi sayı ümumiyyətlə dəyişmir. Yəni, elektronlar cismin daxilində bir tərəfdən digər tərəfə doğru yalnız yerini dəyişir. Ona görə də induksiyadan əvvəl də cismin neytraldırsa əgər, induksiyadan sonra da yenə də neytral vəziyyətdə qalacaq. Yəni, induksiyadan əvvəl neytraldırsa, o zaman yazaq. İnduksiyadan əvvəl neytraldırsa, induksiyadan sonra da neytral qalacaq. Belə. Yəni, dördüncü suala baxaq. Dördüncü suala deyir ki, şarı parça ilə sürtdükdə elektriklənir. Bəli, bax, bu şarı parça ilə sürtüblər. Sürtdükdə şar elektriklənib. Özdə necə elektriklənib? Mənfi yüklə. Elektriklənmiş şar divara yaxınlaşdırdıqda divara yapışır. Bu hadisəni izah edin. Baxın, elektriklənmiş şar bax buradadır. Bax, bu elektriklənmiş şardır. İndi mən bunu bu divara yaxınlaşdırıram və divara yapışır. Divara yapışma səbəbi bilirsiniz nədir? Divarın daxilində normalda necə idi? Müsbət və mənfi yüklə bərabər paylanmışdı. Sadəcə mən bu şarı divara yaxınlaşdırdığım zaman divardakı müsbət yükləri özünə, daha doğrusu mənfi yükləri itələyəcək divarın içinə doğru. Mənfi yükləri divarın içinə doğru itələdiyinə görə burada müsbət yüklərin artıqlığı yaranacaq. Bu baxımdan da şar divara doğru cəzb olunacaq. Yəni, bu səbəbin, bu hadisənin səbəbi bundan ibarətdir. Belə. İndi keçək öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsində görək nə var. Burada da bizdən soruşur ki, induksiya ilə yüklənmə necə baş verir?
Deməli, induksiya ilə yüklənmə əslində bunun mövzu izahında sizinlə öyrənmişik. Burada yüklü cismi neytral cismə yaxınlaşdırdıqda yüklü cisimdəki elektrik yüklərinin təsiri ilə neytral cismin elektronları yerini dəyişir. Biraz əvvəl dediyimiz kimi. Yüklü cismin yükü müsbət olarsa, o zaman necə olurdu? Elektronlar yüklü cismə tərəf, amma mənfi olduqda isə əks tərəfə doğru yerini dəyişir. Deməli, necə oldu? Əgər yüklü cismin yükü müsbət olarsa, elektronlar yüklü cismə doğru, yox, əgər mənim yüklədiyim cisim mənfi olarsa, bu zaman elektronlar əks tərəfə doğru yerini dəyişmiş olacaq. Yəni, burada yalnız hərəkət edən nədir? Elektrondur. Protonlar hərəkət etmir. Sonra ikinci suala da baxaq. Şəkildə mənfi yüklü cisim və neytral elektroskop təsvir olunmuşdur. Bax burada. Mənfi yüklü cisim və neytral elektroskopu təsvir ediblər. Cismi elektroskopun başlığını yaxınlaşdırsaq nə baş verər? Deməli, mən bu mənfi yüklənmiş cismi bu elektroskopun başlığına yaxınlaşdıraramsa, burada hansı hadisə baş verəcək? Deməli, mənfi yüklü cismi neytral elektroskopun başlığına yaxınlaşdırsaq, bu zaman nə olacaq? Əlbəttə ki, elektrik itələmə qüvvəsinin təsiri ilə elektroskopun başlığındakı elektronlar elektroskopun vərəqlərinə doğru gəlmiş olacaq. Və bu zaman, baxın, onu göstərim. Mən bunu əgər yaxınlaşdırıramsa başlığa, buradakı elektronları nə edəcək? Vərəqlərə doğru itələyəcək. Və bu zaman elektronlar aşağıya doğru getdiyinə görə burada necə yüklənəcək? Müsbət yüklərin artıqlığı yarandığına görə başlıq müsbət yüklənəcək. Amma elektronlar aşağıya doğru gəldi axı. Elektronlar aşağıya doğru gəldiyinə görə vərəqlər mənfi yüklənəcək və bir-birindən ayrılacaq. Deməli, vərəqlər mənfi yüklənərək bir-birindən ayrılmış oldu. Üçüncü və sonuncu sualda deyək. Mənfi yüklənmiş cisim neytral cismə yaxınlaşdırılır. Bu zaman neytral cismin daxilindəki hansı zərrəciklər yerini dəyişir? Burada zərrəciklər yazmağına diqqət etməyin. Sadəcə sizi çaşdırmaq istəyir. Ümumiyyətlə biz bilirik ki, hər zaman istəyir sürtünmə ilə elektriklənmədə, istəyir induksiya ilə elektriklənmədə fərqi yoxdur. Hər ikisində yalnız və yalnız elektronlar hərəkət edir. Başqa heç nə. Ona görə də doğru cavab E variantı olur. Belə uşaqlar sizinlə bütün sualları birlikdə analiz etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər.